başının çalışan əməkdaşıdır. Bəli, gözəl anlamda, gözəl həyat yoldaşıdır, gözəl işçidir, gözəl kollektiv əməkdaşıdır. Yəni, Hakim xanım da özü yaxşı bilir ki, nə vaxt qapıdan içəri girəndə istər-istəməz insanlar var ki, onu görəndə daha da müvəzi yaxşı olur. Bax, müsbət enerji, bəli. Hakim xanım doğrudan da həmin xanımlardandır. Mən Hakim xanımla can sağlayam, uzun ömrə arzu edirəm. Mən arzu edirəm ki, bugün də, sabah da, dünən də necə idisə, Allah ona verdiyi ömür qədər həmişə bu tərəvətdə qalsın, bu gözəllikdə qalsın, o xəsiyyətdə qalsın. Amin. Hakan öyle bir şey yok tabii ki. Uzun müddet bizim işlerde ve çoklu neticeler var. Tədsiz çoklu neticeler var. Ve bir alanda konular benden soruşurlar. Büyüklerden sonra vermek verirlerden ilgili işçisine konuşmak. Burada son yarısından ne diyeceğiz? Nasıl aslında öyle mi ki? Ben istiyorum ki kosmetik hakkında da bir məlumat versin. Kısa bir yönlü bunu məlumat ver, kanunlar da bir kosmetikte məlumat Bunun en büyük birinci odur ki, dərini gözəl təmizləyir. Yəni, derma qapına kimi dərini çox gözəl təmizləyir. Dəri təmiz olmadan dərinə nə qədər nə sürtün xeyri yox. Yəni, əsas dəri təmiz olmalıdır. Bunun vasitəsilə bəli, dəri. Hətta bir dəfə tutaq ki, vurursan sabunlu da elə bir bu. Sabunluyursan, görürsən ki, əlinin altında məsələn yağ kimi nəsə qalıb da, eləmi? Çək. Dəri elə olur ki, uşaq dərisi kimi çox gözəl təmizləyir. Təmizləyəndən sonra təmizləyib qurtardıq. Dalıyca bu onun elə bir ki, lasyonudur. Lasyonunu çəkirik. Hamısının da istiqaməti var. Biz üzümüzü üz aşağı silməməliyik. Üzü yuxarı. Üzü yuxarı. Bu qaydada bəli, masaj eləyə bu lasyondan çəkirik. Sonra gəlirik bu südüdür. Südlü bütün üzümüzü bu qaydada yenə südündən çəkirik. Bu gözaltıdır, gözaltı kremi. Gözaltını elə ki, qırışlar üçün təsir edir. Bu isə üzü bərpa edici bir kremdir. Hamısını tutardıqdan sonra ümumi üzə çəkirik, bərpa edici. Gündə bir dəfə bəs edir. Axşam yatmazdan əvvəl məsələn çəkib yatın ki, biraz üzünüzdə çox qalsın. Məsələn, xanımlar indi dəstəmaz almağa tez-tez gedirlər. Ona görə axşam daha uyğundur ki, yatmazdan əvvəl çəkin, yatın. Bu səhərə kimi qalsın üzünüzdə. Çox gözəl bir vasitədir. Günəşdən qoruyur, əks təsirlərdən qoruyur, neqativlərdən qoruyur, yəni gözəlləşdirir, dərini cavanlaşdırır. Hal-hazırda mən istifadə edirəm, bu saat mənim üzümdə o birisindəndir. Səhər qırıb gəlmişəm o birisindən. Bir gün bununla istifadə edirəm, bir gün o birisindən. Superdir. Qiymət neçədir? Çox gözəl. Qiymət neçədir mənim? Qiymət neçə? Ucuz. Bir il görür adamı. Bir il. O peptit mi kosmetikadır? Ha, polipeptit mi kosmetika dedim. Çünkü güzel evladım peptit. Buna göre de bunu biz Hakim Hanım'a təqdim edirik. Onunla verməmək olur. Sağ olun. Düşünlərdə istifadə edəsiniz. Mənim üçün böyük həqiqədir. Sənin üçün bu heşlədir. Allah günüzüzə. Sənin fəaliyyətinə görə, sənin işin gücünə görə, özünə görə bu sənin üçün nədir? Bundan ən yüksəklərdən var. Tam bunun haqqında məlumat verir. Şimdi diyorsunuz bir daha hediye verirler, ne kadar tavsiye. Gel abi işte.